Qarabağın elm və mədəni həyatında yeni bir mərhələ başlayıb. Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti bugün regionda intellektual və yaradıcı mühitin formalaşdığı əsas ünvanlardan biridir. Hazırda Qarabağ Universitetindəyik. Burada müxtəlif rayonlardan gələn tələbə və elmi pedaqoji heyət üzvləri Xankəndidə yeni bir həyat və elm yoluna başlayıblar. Hər birinin hekayəsi fərqlidir, amma hamısını bir amal, Qarabağın elmi gələcəyini qurmaq məqsədi birləşdirir. Universitetin İncəsənət Fakültəsində müasir təhsilin inkişafı üçün hər cür şərait yaradılıb. İncəsənət Fakültəsində təhsil alan tələbələr bildirirlər ki, Xankəndidə azad edilmiş Qarabağda sənət öyrənmək onlar üçün həm ilham verici, həm də tarixi məsuliyyətdir. Heç ağlıma gəlməzdi ki, Xankəndidə təhsil alacağam, Qarabağ Universitetində. Yəni, torpaqlar işğal altında olanda heç bir belə təsəvvürüm olmayıb. Amma indi şükür ki, bu doğma torpaqda Xankəndidə təhsil almaq mənim üçün çox sevindirici haldır. Burada təhsil almaqdan çox şad oldum. Çünki Qarabağımız illərdir işğal altındaydı. Bu da tək mən yox, bütün Azərbaycan üçün bir qəmli anlar idi. Şükür ki, bu qəmimiz getdi. Çox şadam. Həddindən artıq ki, burada çox gözəl təhsil var. Müəllimlərimiz də dəyərli insanlardır. Fakültədə çalışan müəllim və sənətkarlar üçün də ən yüksək səviyyədə şərait təmin olunub. İnanıram ki, Qarabağ Universitetinin yetişdirdiyi bu tələbələr, İncəsənət Fakültəsində bu gözəl tələbələr, istedadlı tələbələr yaxın bir vaxtda dünyaya səs salacaq. Çünki biz illərlə həsrətində olduğumuz torpaqlardayıq. Biz çox qürurluyuq. Xarici deputatlar, ondan sonra xaricdən gələn qonaqlar bizim universiteti ziyarət elədilər və hamısı da bizim deyərdim ki, İncəsənət Fakültəsinin bu gözəl kollektivini çox bəyəndilər, çox gözəl konsertlər verdik. Qeyd edək ki, Qarabağ Universitetinin İncəsənət Fakültəsi təkcə tədris məkanı deyil, eyni zamanda Xankəndidə mədəni həyatın canlandığı bir yaradıcı mərkəzə çevrilir.